Bu da bax müəllimlər öz şəraitinə, öz otaqlarına işıq yandırır. Amma halbuki bizim az yaşlı uşaqlarımıza heç birisinə belə bir şərait yoxdur. Deyəndə də deyirlər ki, imkanımız yoxdur lamış qalmağa. Bilmərəm, şunulu xarabdır, mən düzəltdim əldə ölüm ama gətirin düzəltdirim də mən. Montiyorumuz var, dövlət sizə maaş verir. Gətirin düzəltdirin. Mən düzəltdim əldə ölüm ama düzəltməliyəmsə düzəltdirim. Mən də bilim ki, bir daha, baxın. Az yaşlı uşaqlar burada hamısı qalıb qaranlıq otaqda. Bu nədir? Gəl bax da. Gəl yandır, bax, işlət də. Bunu niyə işlətmirsən? Deyirsən ki, belədir. Gəl işlət də, işlət ver cəmaatın uşağına. Orada yox. Hamısı, bu daha alt koridor, az yaşlı uşaq hamısı qalıb ortaqda. Deyəndə də deyirlər ki, filan kəs gəldi, bu sözü deyir. Ağdam rayon Çullu kənd sakini Allahverdiyev Azər Məhəmmədoğlu. Müraciətim buradan aidiyyəti qurumlaradır. Ondan ötəri ki, Ağdam rayon Çullu kəndində yerləşən Sultanbud kənd tam orta məktəbi qanun pozuntusuları ilə baş alıb gedir. Dəfələrlə bu barədə müraciət etmişəm. Ona bax, mən və digər valideynlər müraciətinə demək olar ki, baxmırlar. Məktəbdə öz başına alıb baş alıb gedir. Deməli nədir? Məktəbin idman zalı var, adı var. Faktda, yəni o barədə də dövlət tərəfindən maaş alanlar var. Məktəbin idman zalının təhsil sektorunun anbarı kimi istifadə edirlər. Bu barədə video çəkilişlərim də var əlimdə. Məktəbdə kompüter yoxdur, tamamilə hamısı xarab olub. Amma təəssüf olur ki, məktəb 2006-cı ildə tikilmiş məktəbdir. Cənab Prezidentimiz şəxsən özü də iştirak edib açılışında. Üstəgəl indi nədir? Məsələ odur ki, günüz növbətçisi məktəbə uşaqlar, valideynləri qoymuş, uşaqlar ilə maraqlansın, keçsin, baxsın, görək məsələn nədir, vəziyyət nədir, niyə? Ona görə ki, çəkib gördüyümüzü, nöqsanları deyirik, danışırıq. O məqsədlə də məktəbə valideyni buraxmırlar. Amma gecə, demək olar ki, bir ildən çoxdur mən nəzarət edirəm, hətta video çəkilişlərim də var indi, yəqin ki, görünəcək efirdə. Gecə dəfələrlə gedirəm, mühafizə yoxdur, gecə gözətçisi yoxdur. Bir sözlə, direktor demək olar ki, o şəxsləri müdafiə edir, gizlədir, əməllərini ört-bastır edir. Elə hər dəfə də müraciət edəndə deyir ki, düzələcək, az qalıb düzələcək və eləcə də sektorun rəisi də elə. Bizim şikayətimiz buradan odur ki, Cənab Prezidentimizə, aidiyyəti qurumlara, Təhsil Nazirliyinə və digər qurumlara xahiş edirik bu qanun pozuntuları aradan qaldırılsın. 22 aprel 2026-cı il gecə saat 11-in demək olar ki, yarısıdır. Bura Ağdam rayonunun Çullu kəndində yerləşən Sultanbud kənd tam orta məktəbidir. Deməli, dəfələrlə bu Sultanbud kənd tam orta məktəbinin nöqsanları ilə bağlı şikayət və müraciətlər bildirsək də, nədənsə bu məktəbə tədbir görən yoxdur. Məktəbin direktoru da bu barədə danışmışıq ki, məktəbin gecə mühafizəçisi, baxın, yerində olmur. Mən bax, gəlmişəm bu ərazidə belə çəkilişlər aparıram ki, yəni aidiyyəti qurumlar. Bu və digər video çəkilişlərim təqdim edəcəm sizə. Baxın, bu ərazidə mühafizə yoxdur. Məktəb qalıb nəzarətsiz. Bu birinci dəfə deyil. Bir neçə dəfədir. Belə gəlib gəzirik. Yenə deyirəm, 22 aprel 2026-cı il gecə saat 11-in yarısından keçmiş olar, 11-in yarısı deyək. Bax, bu ərazini gəlib həməşəki kimi gəzirəm.
Amma çox təəssüflər olsun ki, mühafizə xidməti yerində yoxdur. Hətta demək olar ki, Zalxozun evinin 100-150 metrliyində yerləşir bu məktəb. Hər birisi də bilir ki, bu məktəbdə gecə mühafizəçisi xidmət eləmir. Amma təəssüflər olsun ki, gündüz mühafizə qapını kəsir, valideynləri içəri buraxmır dərs vaxtında. Deyirlər olmaz, direktorun tapşırığıdır, nə bilim, təhsil sektorunun tapşırığı kimindir bilmirəm. İçəri girmək qadağandır. Amma gecə də belə qalır bu məktəb yiyəsiz, baxımsız vəziyyətdə. Xahiş edirik aidiyyatı qurumlardan baxsınlar bu video çəkilişə, yəqin ki bir tədbir görərlər. Məktəb öz başına özəlləşdirilib, ailə qrupu yaradıblar, bir-birini müdafiə etməklə məşğuldular. Amma dövlətin məktəbin mühafizəsi, kompüteri, idman zalı, heç birisi demək olar ki, işləmir, fəaliyyət göstərmir. Baxın. Baxın, gecənin bir aləmində gəlib bu məktəbdə belə gəzirəm. Hətta səsim də belə deyək, aləmi alıb eşidilir hər kəs sağdan soldan. Çət köçür mənim səsimdən, amma halbuki mühafizə yoxdur burada. Gördüyümüz bu Sultanbud kənd tam orta məktəbidir. Ağdam rayonu Çullu kənd orta məktəbidir bu. On 14 May 2025-ci il. Yenə bax, Ağdam rayonu Sultanbud kənd tam orta məktəbi. Həmənki vəziyyətdir. Xeyirdim aynı ailə. TikTok'a salmayayım neyiniyim ki, yaxşı istəmirsinizsə TikTok'a düşmək. Bunu yığışdırın da, nə? Ayıq deyil. Nədən ötərdi? Mən o günlər Xatirə Məmmədovada, direktora da zəng edib deyirəm, deyirsiniz ki, yox, bax bir belə cəmaatı qoymuşsunuz burada çöldə, valideyn də hamı gəlir. Gələk, yaxşı dərs vaxtıdırsa nədir o elə? Gedək, bax o uşaq çöldə nəzir? Onların dərsini başlayır. Ha? Müəllim, saat üzə bilsən neçədir? Yox, körpə uşaqlar gec başlayır. Neçədə başlayır? 10'da. 10'da. Bə o böyüklər nədir bə? Olsun bu mənim işim deyil. Mən valideynəm, niyə qapını kiltləyirlər? Sağa qapı açırlar, amma maaşmırlar. Sonra nə bilir? Özəlləşib dövlətin məktəbi. Ben deyirəm. Aslanlarla işim var. Qoy gedim deyim. Ha, yox. Desin ki, hər Yox, Xatirə müəllim qoyub o qanunu ki, qapını kiltdə qoyma heç kim içəri, gedib denə, sən buradan ora getməlisən, deməlisən, sonra gəlib çəkmə bağlamalıdır buranı. mən neyliyim aya Azər? Mən də bir şey hökumətə tabiyəm. Mən demirəm, amma sağa yəqin ki, Xatirə göstəriş veribdir ki, get onu elə. İndi xatirəyə də bir göstəriş verim bana. Heç nə, Allah köməyinizdə olsun.